Sual 49-a baxırıq. Deməli, 49-cu sualda x ədədinin AB parçasına daxil olmağı şərti hansıdır? Bu sualı soruşur. Ümumiyyətlə, parça nədir? Parça ədəd oxu üzərində iki nöqtə arasında qalan hissəyə deyilir. X-in bu parçaya daxil olması, yəni AB nöqtələr arasında yerləşməsi deməkdir. Bəs biz bunu necə göstərə bilərik bərabərsizliklə? Baxın, ədəd oxunda ədədlər soldan sağa doğru böyüyür. Yəni, hər zaman sağdakı ədəd soldakından daha böyükdür. Yəni, x böyük olacaq A-dan, B də böyük olacaq X-dan. Yəni, A kiçik bərabərdir X, X kiçik bərabərdir B. Həqiqətən də sağdan sola, daha doğrusu soldan sağa doğru böyük ədədlər. Və bu şərtin hər ikisinin eyni anda ödənməsi üçün AND operatorundan istifadə edilir. AND kəsişmə deməkdir. Yəni, hər iki şərtin eyni anda ödənməsini təmin edir. Yəni, eyni anda A kiçik bərabərdir X, X kiçik bərabərdir B şərti ödənməlidir ki, X bu parçaya daxil olsun. Keçək 50-ci sualın izahına. Sual diskriminantla bağlıdır. Kvadrat təlinin diskriminantından bağlıdır. Ümumiyyətlə, kvadrat təlində diskriminant necə hesablanır? Yəni, hansı şərtlər var? Deməli, diskriminant üçün 3 dənə şərt var və bu isə həllərin sayına təsir göstərir. Daha doğrusu, həllərə təsir göstərir. Deməli, baxaq. Diskriminant əgər 0-dan böyük olarsa, o zaman tənliyin iki müxtəlif kökü var. Əgər diskriminant 0-dan kiçik olarsa, həqiqi kökü yoxdur. Diskriminant 0-a bərabər olarsa da 2 bərabər kökü var. Yəni, bu qaydada. Deyək ki, bunun üçün də biz blok sxem quranda şərt blokundan neçə dəfə istifadə edərik. Bunu da rahat bir dənə yolunu öyrətmişdim dərs izahında. Baxın, ədəd oxu çəkirsiniz. Burada verilən şərtləri ədəd oxu üzərində qeyd edirsiniz. Deyir, D 0-dan böyükdür. Yəni, 0-dan müsbət sonsuzluğa olan sahəni qeyd edirəm. Sonra ikinci şərtdə D 0-dan kiçikdir. 0-dan mənfi sonsuzluğa olan sahəni qeyd edirəm. Üçüncü şərtdə D 0-a bərabərdir, 0-ı qeyd edirəm. Ədəd oxunun üzərindəki bütün nöqtələr işarələndiyi üçün ədəd oxu tam dolmuş sayılır. Əgər ədəd oxu tam dolubsa, bu zaman belə bir qaydamız var idi. Şərt blokuna müraciət sayı verilən şərtlərin ümumi sayından bir vahid az olur. Verilən şərtlərin ümumi sayı 3 dənədir. 3-dən də birini çıxanda nə qalır? 2 dənə qalır. Yəni, 2 dəfə şərt blokundan istifadə edilir. Şərt bloku da budaqlanan algoritmdə gördüyünüz bu blok rombdur. Sonra 51-ci suala baxaq. Deyir ki, z bərabərdir 1 bölünsün x plus 1 bölünsün x minus 1 funksiyasının hesablanmasında məsələnin nə vaxt həlli yoxdur. Baxın, ümumiyyətlə burada bunu kəsir kimi yazaq, rahat görünsün. 2 dənə kəsir görürük. 1 bölünsün x, üzərinə gəlsin 1 bölünsün x minus 1. Bəzən tələbələr elə başa düşür ki, x plus 1 bütöv kəsirin məxrəcidir. Bunu elə olması üçün x plus 1 mötərizədə olmalıdır. Amma mötərizədə verilmədiyi üçün bunlar ayrı-ayrı kəsirlərdir. Kəsirin nə vaxt mənası yoxdur? Bilirik ki, riyaziyyatda sıfıra bölmə yoxdur, düzdürmü? Məsələn, birinci kəsirdə x sıfıra bərabər olsa, məxrəc sıfır olacaq da. Yəni, məxrəc də sıfıra bərabər ola bilməz. İkinci kəsirdə isə x 1 olsa, yenə məxrəc sıfıra bərabər olacaq. Yəni, yenə kəsirin mənası olmaz. Yəni, bu iki halda kəsirin mənası olmayacaq. 52-də də eyni qaydadadır. Baxın, kəsirin məxrəcində nə var? Y var. Əgər y sıfıra bərabər olsa, deməli, bu ifadənin heç bir mənası olmaz. Sonra 58-ci sualda yenə tələbələrin çox verdiyi suallardır. Baxın, algoritm verilmişdir. Algoritmdə funksiyanın arqumentləri AB-dir və bunlar tam ədədlərdir. Nəticə isə y-lə işarə edilib. Deyir ki, əgər A B-dən böyükdürsə, gəlin rahat görək deyə blok sxem quraq. Deyir, əgər A B-dən böyükdürsə, onda nəticə A-ya, əks halda, yox desəm, nəticə nəyə bərabərdir? B-yə bərabərdir. Bu qaydada uşaqlar verildi. İndi baxıram. Mən də bunu necə tapa bilərəm? A və B-nin yerinə ədədlər qoyaraq tapa bilərəm. Gəlin A-nın B-nin yerinə ürəyimiz istəyən tam ədədi qoyaq. Məsələn, A-nın yerinə qoyuram 2, B-nin yerinə 3 qoyuram. Deməli, bunu da gətirir yoxlayıram. Deyir ki, əgər A B-dən böyük olarsa, y A-ya bərabərdir. İndi 2 3-dən böyükdürmü? Yox. Onda y nəyə bərabərdir? B-yə, yəni 3-ə bərabərdir. İndi keçək, yəni birinci ifadə üçün nəticə nədir? 3-dür.
Keçək yeni qiymətlər qoyaq. Məsələn, A-ya 5, B-yə isə 4 qiymətini qoyuram. İndi 5 və 4-ü qoyub hesablayıram. 5 4-dən böyükdürmü? Dedim ki, hə. O zaman nəticə A-ya, yəni 5-ə bərabərdir. Yəni burada da Y-i 5 aldım. Mən nə elədim? Hər iki cütlükdə böyük olan ədəd tapdım. Deməli, bu alqoritm nə iş görür? İki ədəd arasında böyük olanı tapmaq üçün istifadə edilir. Qalsın bu. İki ədəd arasında böyüyü tapdı uşaqlar. Bir dənə bu faydınızsa problemlər açılmasın. Daha doğrusu işləməsin. Ona görə başqa bir müraciət açın. Biz ən son hansı suala baxmışdıq? Deməli, alqoritmdə 58-ci suala baxmışdıq. İndi davam edək. Sonra 59-cu sualda yenə tələbələrimizin çox verdiyi suallardandır. Deməli, yoldaşlar. Deməli, baxaq. X və Y verilib, düzdürmü? Deyir, X və Y-in yerlərini dəyişmə alqoritmi hansıdır? Ümumiyyətlə, yer dəyişmə nə deməkdir? Məsələn, X-in qiyməti tutalım 3-dür, Y-in qiyməti də tutalım 5-dir. Bunların yer dəyişməsi odur ki, X dəyişsin 5 olsun, Y dəyişsin 3 olsun. Yəni, yer dəyişmə deyəndə biz bunu başa düşürük. İndi gəlin görək, bizə bu nəticəni verən funksiya hansıdır? Yəni, bunu tapaq. Bunun üçün elə götürdüyümüz ədədləri bir-bir yoxlayırıq variantlarda. Elə bəndən baxaq. C bərabərdir Y-dir, yəni 5-dir. C-ni aldım 5. X bərabərdir Y-dir. Yəni Y-də 5 idi, X bərabərdir 5. X də bərabərdir C-yə, yəni 5-ə. Mən bu alqoritmin icrası nəticəsində X-i 5 aldım. Amma Y-i tapmadığım üçün elə Y 5 qaldı. Mən məqsədimə çatdımmı? Xeyr, çatmadım. Deməli, A bəndi mənim məqsədimi çatdırmadığı üçün doğru cavab deyil. Eyni qayda ilə B bəndini yoxlayıram. Deyir, C bərabərdir Y. Y-i neçə götürmüşdük? 5. Y bərabərdir X. X-i neçə götürmüşdüm? 3. X bərabərdir C. C-ni neçə tapmışdım? 5. Və beləliklə mən X-i 5, Y-i isə 3 aldım. Bu misalda isə məqsədimə çatdım. Məqsədimə çatdığım üçün də elə doğru cavab nədir? B bəndidir. İndi burada C hardan gəldi? Bunu loru dildə sizə izah edin. Uşaqlar, baxın, fərz edin ki, 2 dənə qab var, birində su var, birində süd var. Deyirəm ki, südü su olan, suyu süd olan qaba tök. Bunun üçün neyniyərsən? Məntiqən 3-cü qab götürərsən də, çünki belə birbaşa tökə bilmərəm. Elə bil, məsələn, südü bu boş qaba tökərəm, sonra süd olan qab boşaldığı üçün yerinə suyu tökərəm. Sonra su olan qab boşaldığı üçün bu 3-cü qabdakı südü də su olan qaba boşaldıram. Yəni, bu şəkildə dövr istiqamətdə. Yəni, mən bu qaydada bunların yerini dəyişə bilərəm. Eyni anlayışı ədədlərə də tətbiq etmək olar, X, Y-ə də tətbiq etmək olar. Fərz edin ki, bunlardan biri X, digəri Y-dir. Və yer dəyişməyə kömək edən dəyişən də C-dir. Mən nə edərəm? Y-i gətirərəm, C-yi yerləşdirərəm. Artıq Y-də yer boşaldığı üçün nə edəcəm? X-i gətirib Y-ə qoyacam. C-ni də, C-dəki elə bil maddəni də X-ə tökdüyüm üçün C-ni də gətirirəm, X-ə bərabər edirəm. Deməli, beləliklə, daha doğrusu X-i C-yə bərabər edirəm. Beləliklə, belə bir bərabərlik aldım. Həqiqətən də C bərabərdir Y, Y bərabərdir X, X bərabərdir C aldım. Yəni, bir bəndin olduğu kimi tapdım. Sonra 60-cı tip sualların izahı üçün belə bir slayd göstərəcəm. Ümumiyyətlə, biz proseslərə baxanda onun hansı növ alqoritmə aid olduğunu müəyyən etməyi də bacarmalıyıq uşaqlar. Gəlin, baxaq. Gəlin, baxaq. Deməli, əgər 2 ya da 3 dənə ədəd verilibsə, bunların cəmini, fərqini və hasilini tapan alqoritm xətti olur. Bu kitabınızda yoxdur, bu slayda qeyd edərsiniz. Məsələn, tutalım, A və B ədədlərin hasilini tapan alqoritm istəyir. A da B-də hərəsi 2 dənə ədəddir də, düzdürmü sayı olaraq? Deməli, 2 ədədin cəmi fərqi hasilinin tapılması xəttidir deyə bunların tapılması alqoritmin nədir? Xəttidir. Çox sayda ədədin cəminin fərqinin hasilinin tapılması isə hər zaman dövrdür. Ümumiyyətlə, çox sayda ədəd üzərində aparılan əməliyyatlar dövrü olur.
Məsələn, deyir 100 ədədin cəminin hesablanması alqoritmi. Yəni 100 dənə ədəddən söhbət gedir. Çox sayda ədəddir deyə nə olur? Dövr olur. Müqayisə üçün də bu anlayışlara baxaq. 2 ya da 3 ədədin müqayisəsi budaqlanandır. Ümumiyyətlə müqayisədə xəttilik yoxdur. Çünki müqayisədə sual verirsən böyükdürmü, kiçikdirmi? Ona görə orada sual verirsən niyə şərt bloku var və xətti alqoritm ola bilməz. Ya dövr olur, ya budaqlanır. Əgər ədəd sayı 2-3 dənədirsə, bu zaman budaqlanan, çox saydadirsa dövr olur. Biz demişik ki, ümumiyyətlə çox sayda ədədlər üzərində aparılan əməliyyatlar nədir? Dövrüdür. Sonra ədədin faktorialının hesablanması dövrdür. Məsələn, n faktorial. N faktorial nədir? Yəni, birdən n-ə qədər ədədlərin hasilidir. Məsələn, 5 faktorial nə deməkdir? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. Faktorialın hesablanması da hər zaman dövrdür. Bir də parçada funksiyanın qiymətinin hesablanması da dövrdür. Niyə dövrdür? Çünki bax elə bil bu parçada funksiyanın qiymətinin hesablanması odur ki, yəni x-in yerinə bir dəfə 2 qoyursan, y-i tapırsan. Sonra x-in yerinə 3 qoyursan bu parçadan yenə ona uyğun y-i tapırsan. Sonra 4 qoyursan, y-i tapırsan. Yəni təkrarlanma var. Ona görə parçada funksiyanın qiymətinin tapılması hər zaman nə olacaq? Dövri alqoritm olacaq. Yəni bunu da heç vaxt unutmursunuz. İndi keçək izahımıza. İndi burada 1000 ədədin cəmini tapan alqoritmdən söhbət gedir. Yəni çox sayda ədəddir deyə nə olacaq? Dövri alqoritm olacaq. Sonra gəlin 64-65 tipli məsələlərə baxaq. Bu da dövri alqoritmə aid sual tipləridir uşaqlar. Məsələn, 65-in izahını verim. Deyək ki, bu cəmin hesablanması alqoritmində dövrlərin sayı, yəni təkrarların sayı nə qədər? Ümumiyyətlə, bu ifadənin açılışı nədir? x2-dən x5-ə qədər ədədlərin cəmi deməkdir. Üstəgəl x4, üstəgəl x5. Amma bu açılışın bizim üçün heç bir mənası yoxdur, yəni həll eləmədiyimiz üçün. Ona görə qaydanı sizə izah edin. Uşaqlar, bu şəkildə verəndə bizə riyazi cəm və yaxud da riyazi hasil. Burada sadəcə təkrarların sayını istədiyinə görə biz ilərin sayını tapmağımız təkrarların sayını tapmaq üçün kifayətdir. X i-də 2-dən, daha doğrusu x yox, i 2-dən 5-ə qədər qiymət alır. Yəni 2, 3, 4, 5. 4 dənə qiymət alır. Yəni bu 4 dənə dövr deməkdir. Onu da sürətli tapmağın yolu nədir? Sondan çıxırıq başlanğıcı üzərinə 1 gəlirik. Bu da yenə eyni qaydada nə eləyir? 4 eləyir. Mürəkkəb versiyalarda da bu üsullardan istifadə edirik. Deməli, hər biri üçün burada indi 2 dənə dəyişən var, i və k. Hər ikisi üçün nə edirik? Təkrarların sayını müəyyən edirik. Deməli, i üçün təkrar sayı nə qədərdir? 1-dən 3-ə qədər 1, 2, 3. Yəni 3 dənə dövr var. Düzdürmü? K üçün təkrarların sayı nə qədərdir? 1-dən 4-ə qədər 1, 2, 3, 4. 4 dənə dövr var. Bizə də ümumi dövr sayı lazımdır deyə bunları ayrı-ayrı da tapandan sonra hər zaman gətirin, bir-birinə vurun. Bu deyəcək neçə? 12. Yəni, burada ümumilikdə neçə dövr var? 12 dənə dövr var. Hətta gəlin birini də izah edeyim. Məsələn, 67 ya da 66 olsun. Görürsünüz, i, j, k 3 dənə dəyişənə görə tapmalıyıq. Deməli, birinci i'lərin sayını tapaq. i 2-dən 3-ə qədər 3 dənə qiymət, daha doğrusu 2 dənə qiymət alır. Yod 3-dən 5-ə qədər 3, 4, 5, 3 dənə qiymət alır. K isə 1-dən 2-yə qədər 1, 2, 2 dənə qiymət alır. Ümumi təkrar sayını tapanda da bunların hasilini tapırsan, yenə nə olur? 12 olur. Beləcə tapacaqsınız uşaqlar. Sonra buradan başqa bizə hansı suallar verilir? Məsələn, 78 tipli suallarda yenə tələbələrimiz verir. Deyir, alqoritm yerinə yetirilməsi nəticəsində y dəyişəni 25 olur. Uşaqlar, nəticə odur ki, yəni bu alqoritmi icra edirsiniz və y-i, ən son y-i 25 alırsınız. Bu zaman tələbələr mənə sual verir. Müəllim, burada neçə dənə y görürəm, mən nə bilim hansı y-dir? Uşaqlar, burada əslində 2 dənə y var. 2 dəfə hesablanır y yuxarıda, bir də aşağıda. Mən də icra nəticəsinə deyirsə, yəni sonuncu y-i nə almışam? 21. Yəni bunu da necə almışam? Bu sonuncu düsturu hesablamaqla y-i 25 tapmışam. Mənə də nə lazımdır? X lazımdır. Yəni x-in ilkin qiyməti lazımdır, birinci qiyməti. Bunun üçün də qayıdıram əvvəlki mərhələyə. Əvvəlki mərhələdə x nəyə bərabər olub? Y çıx 7-yə. Əvəz etmək üsulundan bu düsturdakı x-in yerinə y çıx 7-ni yazıram. Çünki x nə olub? Y çıx 7. Ona əsasən də bu düstur hesablanır. Ona görə də yerinə qoya bilirəm rahatlıqla. Bərabər 25.
Buradan da y nəyə bərabər olur? 16. Uşaqlar, bax, dedik ki, düsturumuzda 2 dənə y var, düzdürmü? Onlar silin. Dedik ki, düsturumuzda 2 dənə y var. Və bu birinci y-dir, bu da ikinci y-dir. İkinci y 25 vermişdilər. Sonra bu düsturu hesablayaraq birinci y isə 16 aldım, düzdürmü? İndi x-i hesablaya bilərəm artıq. Y 16-dırsa x neçə olur? 4. Deyəcəksiniz ki, müəllim, niyə gəlib burada yerinə qoymadınız? Çünki uşaqlar, burada da məndən x-in ikinci yox, birinci, başdakı qiymətini istəyir deyə mən qayıtdım əvvəlki mərhələyə. Yəni, birinci mərhələdə x-i tapdım və cavabı nə alıram? 4 almış oluram. Beləliklə, bu misal tipləri belə də həll oluna bilir. Bu da belə. Sonra tələbələrimiz əməliyyatların ardıcıllığını, bəzən riyazi əməliyyatların ardıcıllığını səhv edir deyə misallarda səhvlərə yol verir. Məsələn, 81 tipli suallardır. Əslində, sadə xətti alqoritm də sadəcə vurma bölmədə bəzən tələbələrimiz çaşır. Ona görə də yazıram. Məsələn, A12-dir. Gəlirəm ikinci düsturda 12-ni yerinə qoyur, B-ni tapıram. Uşaqlar, bax, burada bəzən tələbələr 3-dən 4-ü çıxır, yəni burada yanlış edir. Çünki vurma, bölmə dura-dura biz niyə çıxma icra eləyək ki? Öncəlik vurma bölmənin. Deməli, 2-ni 12-yə vurdum, 24, 24-ü böldüm 3-ü elədi 8. 8-dən də 4-ü çıxıram, 4 qalır. Sonra C-ni hesablayaq. C A plus B-dir. A 12 idi, B isə 4-dür. Bunların cəmi eləyir 16. Sonra B-ni hesablayaq. Burada da yenə diqqətli olmaq lazımdır. A 12-dir. C 16 da bölünsün 2. Dedik, öncəlik vurma bölmənidir. Yəni, bu bölməni icra edirəm. 12-ni, daha doğrusu 16-nı böldüm 2 elədi 8. Sonra da 12 ilə cəmlədim elədi 20. Deməli, B-nin yeni qiyməti nə oldu? 20. A isə C plus B-yə bərabərdir. C 16 idi, B isə 20 idi. Cəm də nəyə bərabər olacaq? 36-ya bərabər olacaq. Yəni, bu misallar asandır, sadəcə diqqətli olmaq lazımdır. Sonra budaqlanan alqoritma aid 83 tipli misallar var. Deyir ki, A4, B8 olarsa, S-in qiymətini tapın. Uşaqlar, bu tipli suallarda sağ tərəfdə şərtlər, sol tərəfdə isə düsturlar verilir. Sən şərtləri yoxlayırsan, hansı şərt ödənsə, onun qarşısındakı düsturu həll edirsən. İndi gələk birinci şərti yoxlamağa. Deyir, A vurulsun B böyükdür 32-dən. 4 vurulsun 8 eləyir 32, bəs 32 32-dən böyükdür yox. Yəni, bu şərt ödənmədiyi üçün birinci düstura baxmıram. İkinci düstura baxsam, B bölünsün 4 2-dən kiçik bərabərdir. B 8-dir. 8 bölünsün 4 2 edir. 2 2-yə bərabər və 2-dən kiçik şərtini ödür. Çünki 2-yə bərabərdir. Ona görə, bərabərliyə görə bu şərt ödəndir. Yəni, bu şərt ödəndiyinə görə hansı düsturu hesablayıram? İkinci düsturu. S bərabərdir. B çıxılsın A düsturunu. B-nin qiyməti 8 idi, A-nın qiyməti 4 idi. Çıxdım arada, qaldı nə? 4. Yəni, bu qayda ilə uşaqlar hesablayırsınız. Sonra, yenə bu tipdə məsələlər verilir və bildiyiniz üsuldan həll edirsiniz. Yəni, şərti yoxlayırsınız, hansı şərt ödənir, sonra o misalı həll edirsiniz. Yəni, 90-da həll edir. Deməli, A3, B də 3-dür. Dedik ki, sağdakı şərtlər yoxlanır. Deyir, A B-dən böyükdür. 3 4-dən böyükdürmü? Yox. A B-dən kiçikdir, düzdür. A B-yə bərabərdirmi? Yox. Hansı şərt ödəndi? İkinci şərt. Onda ikinci düsturu yazıram. Düsturda da verilənləri olduğu kimi yerinə qoyuram. A üstü B. A neçədir? 3. B neçədir? 4. Çıxılsın B üstü A. B neçədir? 4. Qüvvət nədir? 3. 3 üstü 4 neçə edir? 81. 4 üstü 3 edir? 64. Yəni, bu qaydada bunlarda çıxıram. Nə qalır? 17 qalır. Yəni, beləcə tapa bilərik. Çox da çətin deyil. Sonra yoldaşlar. Sonra 99 tip misallar var. Bu 99 tip misallarda əslində misal deyil, sadəcə bunu düzgün yazılışını tapmalısan. Burada nə edib? A çıxılsın 2B. Yəni, bu ifadəni bu ifadəyə bölüb. Ona görə onları mütləq mötərizəyə almalıyıq. Və vurma da ulduzla işarə edilməlidir. İndi buna uyğun variantda hansıdır? D bəndidir. Yəni, beləcə tapırıq. Sonra 100 və 101-ci sual. 100 və 101-ci sual bayaq izah elədiyim diskriminant sualının həll üsulundan həll olunur. Gəlin, indi baxaq. Deməli,
Deyək ki, blok sxemi qurduqda məntiqi blokdan neçə dəfə istifadə edilir? Məntiqi də şərt blokudur. Gəlin ədəd oxu çəkək. Deməli, x d plus c-dən böyükdür. Yəni, bu nöqtə olsun d plus c. X-in ondan böyük olması, yəni orada müsbət sonsuzluq olması deməkdir. Bunu düzəldim. Sonra x kiçikdir d plus c. Kiçik olması, yəni ona mənfi sonsuzluq olmasıdır. Bəs ədəd oxu tam doldumu? Xeyr. D plus C-yə bərabər şərti yoxdur. Yəni, D plus C nöqtəsi işarələnməyib, yəni qeyd edilməyib. Bəs ədəd oxu tam dolmursa nə edirik? Əgər ədəd oxu tam dolmayıbsa, şərt blokuna müraciət sayı elə misalda verilən şərtlərin sayına bərabərdir. Yəni, 2-yə bərabər olur. 101-də də eyni qayda ilə həll edirik. Bax, yenə ədəd oxu çəkirəm. Deyir, A 1-dən böyükdür. Deməli, 1-dən müsbət sonsuzluq olan sahə qeyd edilir. A 1-dən kiçikdir, yəni 1-dən mənfi sonsuzluq olan sahə qeyd edilir. A 1-ə bərabərdir, 1-in özü qeyd edilir. Və burada ədəd oxu tam doldu. Ədəd oxu tam dolursa, yəni bütün nöqtələr qeyd edilirsə, dedik qaydamız necədir? Bizə verilən misaldakı şərtlərin sayı nə qədərdirsə, şərt blokuna müraciət sayı həmin şərtlərin sayından bir vahid daha azdır, yəni olacaq 2 dəfə. Yəni, beləcə yoldaşlar tapa bilərsiniz. Yəni, bu qayda ilə rahatlıqla tapıla bilər. Sonra buradakı misallardan sonra verilən suallardan biri 110-dur. Gəlin 110-un icrasına baxaq. Bu, dövr alqoritmidir. Hardan bilirəm dövrüdür? Uşaqlar, əgər bu qaydada əvvələ qayıdan ox varsa, bu dövrüdür. Bax, məsələn, 110 dövrüdür və yaxud da 112 dövrüdür. Amma məsələn, 111 dövrü deyil. Bax, geriyə qayıdan heç bir ox yoxdur. Yəni, bu qaydada dövrü ya da budaqlanan olduğunu seçmək olur. İndi keçək icraya. Deyir, verilmiş alqoritm fraqmentin yerinə yetirilməsi nəticəsində k dəyişəni hansı qiymət alar? Uşaqlar, yəni bu alqoritmi icra edirik və k-nı tapırıq. Bu dövrüdür deyə ola bilər ki, mərhələlər bir neçə dəfə təkrarlansın. Deməli, sual veririk birinci. Deyək ki, A, yəni 1, 4-dən böyük bərabərdirmi? Deyirəm ki, yox. Ona görə nə edirəm? Yox tərəfə gəlirəm. Və A-nı hesablayıram. A bərabərdir A plus 1. A 1 idi. Üstünə də 1 gəlsəm, neçə edir bura? 2. Baxın, A-nın artıq yeni qiyməti 2-dir. K bərabərdir K vurulsuna. K-nı mənə 5 vermişdi, A-nı isə 2 verib. Bax, A-nı isə 2 aldım daha doğrusu. Deməli, bu zaman K-nın yeni qiyməti nə olur? 10. İndi gəlirəm, təzədən görürsünüz, buradan geriyə irəli gediş yoxdur, ancaq geriyə qayıda bilirəm. Qayıtdım geriyə. Deməli, yenidən sual verirəm. Bu dəfə A-nın qiyməti 2 idi. Sual verirəm ki, 2 4-dən böyük bərabərdir. Deyir, yox. Yenə həll eləməliyəm. A bərabər A plus 1 idi düsturum. Artıq A-nın son qiymətini 2 almışdım. Üstünə də 1-i gəlsəm düsturdakı 1-i neçə eləyir? 3. Yəni A-nın yeni qiyməti artıq 3-dür. K da bərabərdir K vurulsuna. K-ya ən son 10 qiymətini almışam. Bax, buradadır. A3 üçün isə 3 qiymətini aldım yuxarıda. Bunların hasili də neçə eləyir? 30. Düzdürmü? Qayıdıram əvvələ təzədən sual verirəm. Bu dəfə 3 üçün sual verirəm ki, 3 4-dən böyük bərabərdir. Deyir, yenə yox. Yenə icra etmək məcburiyyətindəyəm. Deməli, düsturumuz A plus 1 idi. A-nı 3 almışdım. Üstünə təzədən 1 gəlirəm. Eləyir 4. Yenə əvvəlki qiymətini sildim. K isə K vurulsun adı. K-nı ən son almışdıq 30. Onu da A-ya, yəni 4-ə vursam neçə eləyir? 120. İndi gəlirəm təzədən sual verirəm. 4 4-dən böyük bərabərdirmi? Bəli, bu şərt ödənir. Yəni, bu zaman hə deyirəm, hə tərəfdə də əməliyyat yoxdur və sonlanırıq. Yəni, proses sonlanır. Deməli, proses sonlananda mən K-ya nə almış oldum? 120. Bizdə də nəticədə K-nın qiymətini soruşurdu da 120 oldu. Sonra 111 də maraqlı sualdır. Deməli, A, B, C-nin qiymətlərini verib. A-nı 2, B-ni 3, C-ni də 6 verib. 2, 3, 6. Yəni, başlayaq icra eləməyə. Deməli, deyir ki, romb nə üçündür? Bax, bu, sual vermək üçündür. Sual verir ki, A, B minus 1-ə bərabərdir. A nədir? 2-dir. B minus 1 də 3 xısım 1-dir. Sual verir ki, bərabərdir. Həqiqətən də bərabərdir də. Deməli, ona görə nə deyəcəm? Hə. Hə deyirəmsə, yox tərəfə baxmıram.
Təzədən gəlirəm, yenə romb var, yenə sual verirəm. B neçədir? 3-dür. C minus 4 neçə eləyəcək? Yəni 6 çıx 4, 2 edir. İndi 3 2-dən kiçikdirmi? Bu zaman yox deyirəm. Yəni hə tərəfə baxmıram. Və burada düstur nədir? Gəlin düstura baxaq. Və bu işarə qüvvət işarəsidir. C bərabərdir A qüvvət B. A neçə idi? 2 üstü 3 eləyir 8. F nəyə bərabərdir? B plus C-yə. B neçə idi? 3. C neçə idi? 8. Cəmidə nəyə bərabər olur? 11-ə bərabər olur. Bəs buradan hara gedirəm? Gedirəm irəli və gəlirəm F-ə çıxıram. F-i də nə almışam? 11. Və beləliklə alqoritm sonlanır. Sonra 112-yə baxıram. Bu da yenə əvvələ qaydan oxudan gördüyüm qədərlə nədir? Dövr alqoritmidir. Necə dövrüdür uşaqlar? Son şərtlə. Və 110 ön şərtli idi. Birinci şərt, sonra əməliyyatlar var idi. Amma 111-də birinci əməliyyatlar, sonra şərt var. Bu həllə təsir göstərməyəcək təbii ki. Həlli ardıcılıqla icra edəcək. Deyir, S plus idi. S-in qiyməti 0 idi. Düzdürmü? Üstünə də ini gəlsəm, yəni 1-i gəlsəm neçə eləyir? 1 eləyir, düzdür? Mən nəyi 1 aldım? S-ə yeni qiymət 1 aldım. I plus 1-dir. I-nin qiyməti 1 idi. Üstünə 1 gəlsəm neçə eləyəcək? 2. I-nin yeni qiyməti artıq neçədir? 2. N isə 5 verib. Sual verirəm ki, I 5-dən kiçik bərabərdirmi? I-nin qiyməti 2 almışdım, düzdürmü? 2 5-dən kiçik bərabərdir. Dedim, hə. Yenidən icra eləyəcəm. S bərabərdir düsturum nə idi? S plus I. S-in qiyməti 0 idi, I-nin qiyməti isə 2 idi. Bunları cəmləyəndə neçə eləyir? 3 eləyir. Deməli, artıq S-ə yeni qiymət nə almışam? 3 almışam. Düzdürmü? I də I plus 1-dir. Yəni 3 plus 2 plus 1 neçə eləyir? 3. Deməli, I-yə yeni qiymət nə almışam? 3 almışam. Gəlir sual verirəm. 3 5-dən kiçik bərabərdir. Yenə hə dedim. Yenidən icra edirəm. S plus I. Yəni 3 plus 3 neçə eləyəcək? 6 eləyəcək. I də bərabərdir I plus 1. Yəni 3 plus 1 neçə eləyəcək? 4 eləyəcək. İndi sual verirəm. 4 5-dən kiçik bərabərdir. Yenə hə dedim. 6 plus 4 neçə eləyir? 10. Düzdürmü? 4 plus 1 eləyir 5. Deməli, S-in yeni qiyməti 10-dur. I-nin yeni qiyməti 5-dir. Bəs 5 5-dən kiçik bərabərdirmi? Bərabər deyil, yenə hə deyirəm. Yenidən icra edirəm uşaqlar. S plus I 10 plus 5 eləyir 15. I plus 1 deyir 6. Yəni 5 plus 1 deyir 6. Deməli, S-ə yeni qiymət 15, I-yə yeni qiymət 6 aldım. İndi sual verirəm ki, 6 5-dən kiçik bərabərdir? Deyir, yox. Yox dediyinə görə də sonlandır. S-ə də ən son hansı qiymət aldım? 15 qiymətini aldım. Beləcə həll edirəm. Yəni, dövrü deyə gözünüz qorxmaz. Sonra 113-ə baxın, bu da dövr alqoritmidir. Yəni, yenə səbirlə icra edilir. Alqoritm səbir və diqqətlilik tələb edir. Yəni, yoxsa alqoritmdə hesablamalar elə də ağır deyil. X bərabərdir 55-dir, Y də 75. Sual verir ki, X Y-dən fərqlidirmi? Yəni, 55 75-dən fərqlidirmi? Bu işarə uşaqlar fərqlidir. Yəni, bərabər deyil işarəsidir. Yəni, həqiqətən də bərabər deyil. Ona görə nə dedim? Hə dedim. Gəlirəm, hə deyirəm və icra edirəm. Deməli, uşaqlar, sual verirəm ki, X Y-dən bəs böyükdürmü? Yəni, 55 75-dən. Deyirəm ki, yox. Bu zaman düstur icra edirəm. Y nəyə bərabərdir? Y çıx X-a. Y neçə idi? 75-dir. X də 55-dir. Fərqi neçə eləyəcək? 20. Bax, mən Y-ə yeni qiymət 20 aldım. Bax, bu alqoritmdə görürsünüz, bu ox məni hara aparır? Təzdən qaytarır əvvələ dövr alqoritmi. Yenidən sual verirəm. 55 20-dən fərqlidirmi? Dedim, hə. Yaxşı, 55 20-dən böyükdür? Yenə dedim, hə. Bu dəfə hə tərəfə gəldim. X nəyə bərabərdir? X çıx Y-ə. X-in qiyməti uşaqlar 55 idi. 20-ni də çıxanda nə qalır burada? 35. Deməli, X-a yeni qiymət aldım, 35. Bax, yenə gördün, yol gəldi, təzdən əvvələ qayıtdı. Təzdən sual verirsən, 35 20-dən fərqlidirmi? Deyirsən, hə. 35 20-dən böyükdürmü? Yenə hə. Yenə həll edirsən. Düsturun X çıx Y idi. X almışsan 35, Y almışsan 20. 35-dən 20 çıxanda nə qalır bəs? Qalır 15. Deməli, X-in yeni qiyməti nədir? 15-dir. Gəldim, qayıtdım təzdən əvvələ. 15 20-dən fərqlidirmi? Yenə hə dedim. Bəs 15 20-dən böyükdürmü? Dedim, yox. İndi təzdən həll edirəm. Düstur Y çıx X-dir, Y-ə tapmaq üçün.
Y 20'dir, x də 15'dir. 20'dən 15 çıxanda nə qalır? 5 qalır. Deməli, mən y-ə nə aldım? 5 aldım. Hardan bilirəm bilirsiniz nə aldım? Bu soldan görünür nə aldığım. Yəni 5 aldım. Qalxdım əvvələ. 15 5-dən fərqlidir dedim, hə. 15 5-dən böyükdür yenə dedim, hə. Deməli, düstur nə idi? X çıx y. Yəni 15-dən 5-ə çıxdım. Qaldı 10. Deməli, mən x-i nə tapdım? 10. Qayıdır gəlirəm, x-in yerinə yazıram 10. Sonra təzədən sual verirəm. X y-dən fərqlidirmi? Dedim, hə. X y-dən böyükdürmü? Yenə dedim, hə. İndi icra edirəm. X-dən y, yəni 10-dan 5-i çıxdım, qaldı 5. Deməli, x aldım 5. Gəl sual verirəm. 5 5-ə 5-dən fərqlidirmi? Artıq yox deyirəm, çünki bərabər. Yox deyirəm, artıq yox tərəfdə əməliyyat yoxdur. Deməli, səbirdən icra elədim və x-ini aldım 5. Biraz çox getdi, amma getdi də. Yəni, bu qaydada həll olunacaq uşaqlar. Sonra sizə başqa dövr alqoritmini izah edim. Məsələn, 115 deyir, A və C dəyişənin çıxış qiymətini tapın. A 3-dür, C 4-dür. Gəlirəm həll eləmək. A bərabərdir A plus 1. Yəni, mənfi 3-ün üstə 1 gəlsəm, nə edir? Mənfi 2. Mən A-nı nə almışam artıq? Mənfi 2. C bərabər C plus 1. C mənfi 4-dür. Üstünə 1 gəlsəm, mənfi 3 eləyəcək. Düzdürmü? Daha doğrusu. Nə olacaq? Mənfi 3. Gəl sual verirəm. A sıfırdan kiçikdirmi? A neçədir? Mənfi 2. Deyirəm, hə. Deməli, yenidən həll eləməliyim. Bax, hər məni yuxarı qaytardı. Deməli, mənfi 2 üstünə 1 gəlsəm, neçə eləyəcək? Mənfi 1. Deməli, A-nın yeni qiyməti mənfi 1-dir. C plus 1, mənfi 3 plus 1 neçə eləyir? Mənfi 2 eləyir. Deməli, C-nin yeni qiyməti də mənfi 2-dir. Qayıdır, aşağı düşdüm. A mənfi 1 idi. Mənfi 1 sıfırdan kiçikdirmi? Yenə həll edim. Yenə həll edirəm. Mənfi 1-in üstünə 1 gələndə eləyir 0. Yəni, A-nın yeni qiyməti 0-dır. Mənfi 2-in üstünə 1 gələndə neçə eləyir? Mənfi 1. Yəni, C-nin yeni qiyməti də mənfi 1-dir. Bunu sual verirəm. 0 sıfırdan kiçikdirmi? Dedim, yox. Təzədən indi rompda C üçün sual verir. Bəs deyir, C sıfırdan böyükdür. Mənfi 1 sıfırdan böyükdür, yox. Çox şükür ki, hər tərəfə getmədi, yoxsa yolumuz bayağı uzanacaqdı. Elə yoxdur da yəni. Nəticədə uşaqlar, mən A-nı 0, C-ni isə mənfi 1 almışam. A-nı 0, C-ni mənfi 1. Yəni, cavab B bəndə olur. Bu qayda ilə uşaqlar həll olunur. Məsələn, 116. Burada dövrün gövdəsi deyil, neçə dəfə yerinə yetirilər. Sual belədir. Deməli, x 15-dir və gəlirəm, icra edirəm bu düsturu. X bərabərdir, x çıxılsın 5. 15-dən 5 çıxdım, qaldı 10. Düzdür mü? Gəlir sual verirəm ki, 15-dən kiçikdirmi? Deyir ki, yox. Qayıtdım, təzədən icra elədim. 10-dan 5 çıxdım, qaldı 5. 5 5-dən kiçikdirmi? Yenə yox dedim. Gəldim, x-in yerinə 5 qoydum. 5-dən də 5 çıxdım, aldım 0. İndi 0 5-dən kiçikdirmi? Hə. İndi dövrün gövdəsi haradır bilirsən? Bu təkrarlanan əməliyyat haradırsa, yəni icra edilib təkrarlanan əməliyyat, həmin isə dövrün gövdəsidir. Dövrün gövdəsi neçə dəfə icra edildi? 1, 2 və 3 dəfə. Deməli, dövrün gövdəsi neçə dəfə icra edilir? 3 dəfə. Uşaqlar, bu həm də dövr sayını göstərir. Elə 3 dənə dövr var. Yəni, dövrün gövdəsi neçə dəfə icra edilirsə, dövr sayı da ona bərabərdir. Sonra, baxın, görün, başqa nə var? Məsələn, 117-ci sual. Budaqlanan alqoritmdir. Hardan bildim ki, dövr deyil? Çünki əvvələ qaydan ox yoxdur, uşaqlar. A 4-dür, B 3-dür. Nəyə bərabərdir? A plus B-yə. Yəni, 4 plus 3 neçə eləyir? 7. Bax, A-ya mən artıq nə almışam? 7. B isə 3 üzərinə gəlsin A-dır. Deməli, 3 olduğu kimi qalır. A da 7 idi. Bu deyilir 10. Artıq B-yə 10 aldım. Gəlirəm. A B-dən kiçikdirmi? A 7-dir, B 10-dur. 7 ondan kiçikdirmi? Hə, deyir. Yəni, alqoritm hər tərəfdə icra edirəm. Bu zaman A nəyə bərabərdir? 3 vurulsun A-ya. Deməli, buradan aşağıdan yazım. 3 vurulsun A neçə idi? 7. Çıxılsın B neçə idi? 10. 3 dəfə 7, 21. 21-dən də 10 çıxsam, 11 edir. Deməli, artıq A-ya yeni qiymət nə almışam? 10. Şərtdə də, nəticədə də nə istəyir? A plus B-in. A-nı mən nə almışam? 11. B-ni nə almışdım? 10. Bunların cəmdə neçə eləyir? 21 eləyir. Yəni, beləcə uşaqlar həll elədim.
Sonra keçək indi dövrə alqoritm yeni bir tipinə, modifikasiyalı dövrə alqoritmə. Uşaqlar, modifikasiyalı dövrə alqoritmə parametrli alqoritm deyilir. Artıq burada şərt bloku olmur. Burada artıq illəri özün müəyyən edirsən və illəri uyğun düsturlarda yerinə qoyaraq düsturları hesablayırsan. İlər bəs necə müəyyən edilir? Bax, i üçün 3 dənə qiymət verilib. 1, 15 və 4. Bunlar nə mənaya gəlir? i 1-dən 15-ə qədər 4 adımdan bir qiymət alır. Yəni, i-ni 15-ə qədər 4 artırırsan. Deməli, i-nin qiyməti başlayır 1-dən. Deməli, 4 vahid sonraki qiyməti nədir? 5. Sonra yenə 4 vahid sonraki qiymət nədir? 9. 4 gəlsəm 13. 13 üstə 4 gələndə 15-i aşır deyə, deməli, ora baxmıram. İndi, mən i-nin qiymətlərini artıq tapdım. Yəni, uşaqlar, yenə deyirəm, bax, bu yazılan 1 ilkin qiymətdir. Bu yazılan 4 addımdır. Bu yazılan 15 də son qiymətdir. Yaxşı. Yəni, i-ni 1-dən 15-ə qədər 4 artırdım. İndi i-nin 4 dənə qiyməti varsa, mən bu 4 dənə qiyməti ayrı-ayrı hesablayacağım bu alqoritmdə. Elə birincidən başlayaraq hesablayıram. I-nin birinci qiyməti 1-dir. 1-i qoyur hesablayıram. 1-i vurdum 2-yə, elədi 2. Yəni, n-ə 2 cavabını alır. M-də bərabərdir. M plus n. M neçə idi? 0 idi, düzdürmü? Üstünə də n, yəni 2-ni gəlsəm neçə eləyir? 2. M-ə də yeni qiymət 2 aldı. Artıq 1-lə işim bitdi. Təzədən indi 5 üçün hesablayıram. Yəni, hər biri üçün hesablamaq lazımdır. Amma köhnə qiymətləri nəzərə alaraq. Deməli, n bərabərdir i vurulsun 2. i-nin qiyməti nə idi? 5 götürürəm bu dəfə. 5-i 2-yə vursam neçə eləyir? 10 eləyir. Artıq n-in yeni qiyməti 10-dur. M də bərabərdir m plus n. M neçə idi? 2 almışdım. Üstünə də 10-u gəlsəm neçə eləyir? 12. Bu qaydadır. Sonra qayıdıram 9 üçün hesablayıram. 9-u təzədən vururam 2-yə. Elə bil i-nin yerinə bu dəfə 9 qoydum. Elə də 18. Sonra m plus n-də, yəni 12-nin üstünə də 18 gəlsəm neçə eləyir? 30 eləyir. Düzdürmü? Artıq m-in yeni qiyməti oldu 30. Bu dəfə sonra ən sonda 13 üçün hesablama aparıram. İndi burada yer yoxdur, aşağıdan yazıram. N bərabərdir. Bu dəfə 13 qoyuram. 13-ü vurdum 2-yə, elədir 26. M də bərabərdir m plus n. M-i neçə almışdım? Mən son 30 almışdım. N-ən son neçə aldım? 26 aldım. Bunlar da cəmləsəm neçə eləyəcək? 56 eləyəcək. Və nəticədə məndən M-i soruşurdu. M nəyə bərabər oldu? 56-ya bərabər olmuş oldu uşaqlar. Sonra keçən qəbula düşmüş sualımız var. 121-ci sualdır uşaqlar. İndi gəlin bunu izah edeyim. Deyək ki, A və B tam ədədləri üçün AB aralığındakı ədədləri çap etmə, yəni bu bloku nəzərdə tutur. Çap edən alqoritmin düzgün işləməsi üçün blok sxem qurduqda sual işarəsinin əvəzinə hansı şərt yazılır? Hətta nümunə də verir ki, məsələn, 2, 5 olsa, yəni A2, B5 olsa, 2-dən 5-ə qədər, yəni 2-ni, 3-ü, 4-ü və 5-i çap edəcək alqoritm qurmaq lazımdır. Bunun üçün də cavabları yoxlaya bilərsiniz. Məsələn, A bəndini yoxlayıram. A bəndi nədir? A fərqlidir, B şərtidir. Sualın yerinə qoydum. Deməli, sual verirəm ki, A-nın qiyməti 2, B-nin qiyməti də 5-dir axı. İndi 2 5-dən fərqlidirmi? Deyirəm, hə. Daha doğrusu, harada? Hə. Bu zaman nəyi çap edirəm? A-nın 2 qiymətini çap edirəm və sonlanır. Mənim ümumi məqsədim 2-ni, 3-ü, 4-ü, 5-i çap eləmək. Bu isə sadəcə nəyi çap elədi? Deməli, bu isə sadəcə nəyi çap elədi? 2-ni çap elədi. Ona görə mənim şərtim ödənilmədi. Yəni, bu mənim məqsədimə çatdırmadı. Sonra gəlirəm, növbəti şərti yoxlayıram, B bəndini. A kiçikdir B şərtini. Deyirəm, A B-dən kiçikdir, yəni 2 5-dən kiçikdir, deyir, hə. O zaman A-nın yenə 2 qiymətini çap edirəm və sonlanır. Yəni, bu variantda mənim məqsədimə çatdırmadı. Mən həm 2-ni, həm 3-ü, həm 4-ü, həm də 5 çap eləmək istəyirəm. Sonra gəlir C bəndini yoxlayıram. A böyük bərabərdir B şərtini. İndi baxaq bir-bir.
2 5-dən böyük bərabərdirmi? Deyirəm, yox. Bu zaman bu çap blokunda 2-ni çap elədim və keçdim növbəti mərhələyə. A plus 1, yəni 2 plus 1 neçə eləyir? 3 eləyir. Artıq mən A-ya yeni qiymətini aldım, 3 aldım. İndi qayıdır 3 üçün sual verirəm. 3 5-dən böyük bərabərdirmi? Yenə yox dedim. Deməli, A bərabər... Bu dəfə A-nın hansı qiymətini çap edirəm? Ən son 3 almışdım deyə 3-ü çap edirəm. Ay, silməli deyildim. Çap edirəm. Deməli, bu dəfə 3-ü çap edirəm. 3 plus 1-dən neçə eləyir? 4. A-nın yeni qiyməti oldu 4. İndi 4 üçün sual verirəm. 4 5-dən böyük bərabərdirmi? Yenə yox dedim. A-nın ən son qiymətini 4 almışdım deyə 4-ü çap edirəm. Sonra da 4 plus 1-i hesablayıram, olur 5. A-nın yeni qiyməti 5-dir. 5 5-dən böyük bərabərdirmi? Bu dəfə hə dedim. Hər tərəfdə də çap bloku var axı. A-ya ən son 5 almışdım deyə gəlir bu tərəfdə də 5-i çap edirəm. Deməli, mən 2, 3, 4 və 5-i çap elədim. Məqsədim də elə bunları çap eləmək idi. Məqsədim üst-üstə düşdü. Deməli, sualımın cavabı nə imiş ki? Bu il qəbulda da bu tipdə sual yenə düşmüşdü uşaqlar. Yəni, bu tipdə suallarda variant yoxlamalısınız. Sonra yoldaşlar, bu dövrləri artıq bilirsiniz. Keçək 124-cü suala. D blok sxemdə hansı funksiyanın hesablanması təsvir edilmişdir? Deməli, uşaqlar, fikir versəniz, deyir, x 1-dən böyük bərabərdirsə, y x çıx 1-ə, əks halda y 1 çıx x-ə bərabərdir. Uşaqlar, xətti algoritm üçün, yəni xətti funksiya üçün düstura ehtiyacımız olmayacağı üçün elə bu variantlar çıxıram. Qalır B-yi. Yəni, modul ola bilər. Gəlin birinci B bəndini başlayaq. Y bərabərdir x minus 1. Düzdürmü? Modul funksiya necə həll olunurdu? Əgər modulun içi 0-dan böyük bərabər olarsa, olduğu kimi açılırdı. 0-dan kiçik olarsa, əks işarə ilə açılırdı. Modulun içi nədir? X çıx 1. Yəni, böyük bərabərdir 0 olsa, bu da nə demək? Yəni, x böyük bərabərdir 1. O zaman modul necə açılırdı? Elə olduğu kimi, x çıx 1 kimi. Əks halda, yəni, x çıx 1 kiçikdə 0 olsa, yəni x 1-dən kiçik olsa, yəni əksi olarsa, o zaman modul mənfi işarə ilə açılırdı. Mənfi x çıx 1. Bu da nəyə bərabərdir? 1 çıx x-ə. Baxım görüm düz cavab aldım mı? Aldım. Həqiqətən də x, baxıram. X 1-dən böyük bərabər olsa, olduğu kimi açıldı modul. Əks halda əks işarə ilə açılır. Yəni sualın cavabı nədir? B-bənd. Yəni bunu da yenə belə yoxlayıb tapırıq. Sonra yoldaşlar. Məsələn, 126 deyir, şərt blokuna neçə dəfə müraciət edilib. Burada yəni yenə həll edib, sonra müraciət sayını tapırsan. Şərt blokuna müraciət, yəni bura neçə dəfə sual verir. Birinci sual verir, A B-dən kiçikdir, yəni 1 5-dən kiçikdir sual verirsən. Dedin, hə. Və həll edirsən. A bərabər A plus 2, yəni 1 plus 2 elədi 3. A-nın yeni qiyməti 3-dür. İndi təzədən sual verirsən. 3 B-dən, yəni 5-dən kiçikdirmi? Deyir, hə. Yenidən həll edirsən. 3 plus 2 elədi 5. A-nın yeni qiyməti elədim 5-dir. Sual verirsən indi. 5 5-dən kiçikdirmi? Dedi, yox. Deməli, uşaqlar, algoritm sonlandı. Neçə dəfə sual verdim? 3 dəfə. Yəni, şərt blokunu elə bilim 3 dəfə müraciət elədim. Sonra da gəlin 128-ə baxaq, 130-a qədər izahı sonlandıraq. 130-dan sonraki suallarda növbəti videoda inşallah izah edəcəm. 128-ci sualda. Deyir ki, x vursun y qiymətini tapın. Algoritm icra eləyək, gəlin. Biraz sizə qorxulu, qarışıq görünə bilər, amma ardıcıl həll eləyəndə gözünüzə görünməyəcək. Deyir ki, sual verir ki, 2 vur x y-dən kiçikdirmi? X 4-dür. 2 dəfə 4 8 eləyir. 8 2-dən kiçikdirmi? Deyirsən, yox. Həll eləyir x-i burada. X çıx 1. X 4 idi. 4-dən 1-ni çıxsam nə qalıb? 3. X-in yeni qiyməti oldu 3. Düzdürmü uşaqlar? Hətta gəlin qarşılıq olmasın, kənardan yazın. X-in qiyməti 3 oldu. İndi təzədən sual verirəm. Bax, qayıtdım əvvəl təzədən sual verirəm. 2 vurulsun x kiçikdirmi y-dən? X bu dəfə 3 idi. 2 dəfə 3 6 eləyir. 6 2-dən kiçikdirmi?
Dedim ki, yox. Yenidən həll edirəm. 3 çıx 1. Elədi 2. Yəni x-in elə bil yeni qiyməti nədir? 2. İndi 2 dəfə 2 4 edir. 4 2-dən kiçikdirmi? Yəni y-dən kiçikdirmi? Dedim, yox. Yenidən həll edirəm. 2 çıx 1 qaldı 1. Deməli, x-in yeni qiyməti nədir? 1-dir. İndi 1 qoyuram. X-in yerinə 1 qoydum. 2 dəfə 1 2. Y-də 2 idi. 2 2-dən kiçikdirmi? Yenə yox dedim. 1-dən 1-i çıxdım. Düsturu elə bir hər dəfə təzədən icra edirəm. 0 elədim. Deməli, x-in yeni qiyməti 0-dır. 2 dəfə 0 0 edir. 0 2-dən kiçikdirmi? Dedim, hə. İndi hə tərəfə düşdüm. Baxaq, y nəyə bərabərdir? 2 vur y çıx 5. Plus 5. 2 vurulsun. Y-də 2 idi. Üstünə də 5 gəlin. 2 dəfə 2 4. 4-ün üstünə də 5 gəlsəm 9. Deməli, y-in yeni qiyməti də oldu 9. Sonra sual gəlirəm, şərt blokuna sual verirəm. 1 x-dən kiçikdirmi? X nə idi? 0 idi. Bax 0 idi. Elə buradan baxım. 0, 1 0-dan kiçikdirmi? Deyirsən, yox. Gəldin yox tərəfə. Y bərabərdir. Y plus x. Y 9 idi. X də 0 idi. Yenə neçə eləyir Y? Yenidən 9 eləyir. İndi deyir ki, x vurulsun Y qiymətini tapın uşaqlar. X almışam 0, Y-i də almışam 9. 0 da 9-a vursam neçə eləyəcək? 0 eləyəcək. Yəni sualımızın cavabı nə olacaq? Y bəndi olacaq. Yəni beləcə həll olunur. Sonra 129-a baxaq. Deyir, kompüter sözü neçə dəfə çap olunur? Yəni, bax, burada çap olunur. Yəni, bu blokun üstündən neçə dəfə keçirsənsə, yəni, kompüter sözü elə o qədər çap edilir deməkdir. Deməli, i-nəyə bərabərdir? 0-a. Sual verirsən ki, 0 100-dən kiçik bərabərdirmi? Deyirsən, hə. Bu zaman kompüter sözü çap edilir. Və düşürəm aşağı. i bərabərdir plus 20. i 0 idi. Üstünə 20 gəlsəm, neçə eləyir? 20. Yəni, i-nin yeni qiyməti oldu 20. İndi qalxdım əvvəla. Təzən sual verirəm. 20 100-dən kiçikdirmi? Dedi, hə. Yenə çap edirəm, düşürəm aşağı. i-nin qiyməti 20 idi. Üstünə də 20 gəldim. Elədi 40. İndi i-nin yeni qiyməti oldu 40. 40 100-dən kiçikdirmi? Yenə hə deyirəm. 40-ın üstünə 20 gəldim, elədi 60. İndi bunu çap eləməyi unutmuşam, hə, 60. Təzədən gəlir sual verirəm. 60 100-dən kiçikdirmi? Deyirəm ki, hə. Yenə çap edir, düşürəm aşağı. 60 plus 20 elədi, 80. Düzdür? İndi gəlir 80 üçün sual verirəm. 80 100-dən kiçik bərabərdirmi? Deyirəm, hə. Yenə deməli, çap edirəm. Düşürəm aşağı. 80 plus 20 deyir 100. Sual verirəm. 100 100-dən kiçik ya da bərabərdirmi? Bərabərdir deyə 100 almışdım. Dəqiq edim. Yenə hə deyirəm. Yenə çap edirəm. Kompüter sözünü düşürəm aşağı. 100 plus 20 deyir 120. 120. İndi qayıdıram əvvələ. 120 100-dən kiçikdirmi? Deyirəm, yox. Və sonlanır. Mən neçə dəfə çap elədim? Elə bil 6 dəfə çap elədim. Yəni, beləcə tapırsınız. Sonra vaxtımız görək qalır. Kompüter sənəcə bu sualı izah eləsəm. Deməli, uşaqlar, bura qədər izah elədim. Buradan sonra da növbəti videoda izah eləyəcəm.